Ağır bir iş həftəsindən sonra gələn o səhər. Ardı-ardı kəsilməyən görüşlər, iclaslar, telefon zəngləri. Hər kəsin səndən nəsə istədiyi, hər problemin birbaşa üstünə düşdüyü günlərin yorğunluğu hələ də çiyinlərindədir. Və nəhayət həftə sonu səhəri. Evdə sakitlik, sən oyanırsan, özünə bir fincan qəhvə süzürsən və səhərin ilk işığı pəncərədən içəri süzülür. Sən isə qəhvəni yavaş-yavaş içirsən və içində keçən tək bir fikir var. Bu fincan bitəndə həyatda səni gözləyən gözəl bir canavar var. Səni şəhərin səs-küyündən, insanların tələsikliyindən, problemlərin ağırlığından çıxarıb başqa bir dünyaya aparacaq bir canavar. O səni adrenalinlə dolu anlara, sürüşün verdiyi azadlığa, təbiətin o təbii saflığına doğru aparacaq. Maserati Grecale Trofeo. 530 at güclü mühərrik düyməyə toxunduğun anda oyanır. Sanki içində gizlənmiş bütün enerjini bir anda azad edir. Pedala toxunursan və 3.8 saniyəyə şəhər arxada itir. Düşüncələrin yüngülləşir, yol genişlənir. Önceki videomu izləmisinizsə, EQS idarə edərkən mən demişdim ki, bu avtomobil heç bir yerə tələsməyinizi istəmir, əksinə onu yavaş və rahat idarə etməyinizi istəyir ki, sizə maksimal rahatlığı bəxş etsin. Bu Maserati tamamilə başqa bir hekayədir. Bu avtomobil əksinə deyir ki, gəl biraz şuluqluq edək. Əlbəttə siz bu avtomobili də komforta qoyub şəhərdə rahatlıqla idarə edə bilərsiniz. Düzdür, EQS qədər rahat və yumşaq olmayacaq, amma belə bir iddiası da yoxdur. Amma yenə də əgər siz bu avtomobilə yanacaq çatdıra bilsəniz, gündəlik sizin işlərinizi də görə biləcək. Yanacaq mövzusuna gəldikdə isə ümumiyyətlə, əgər siz Maserati alanda Trofeo seçirsinizsə, bu o deməkdir ki, siz əvvəldən yanacaq düşünməməlisiniz. Trofeo necə ki Mercedes-in AMG-si, BMW-nin M-i, Audi-nin S və RS-i varsa, Maserati-də də Trofeodur və necə ki o avtomobilləri seçərkən yanacaq ön planda deyil, eyni ilə də bu avtomobili də seçəndə yanacağı yox, ondan aldığınız həzzi və yaşadığınız anları və onu Corsa rejiminə qoyanda sizə yaşatdığı belə bir an var, onu sizinlə indi hələ bölüşmək istəyirəm, bu.
Yəni siz bu avtomobili bu hissləri yaşamaq üçün almalısınız. Yanacaqda qənaət etmək üçün yox. Başqa bir, yəni baxın necə mənim əhvalım dəyişdi, danışığım dəyişdi. Bu avtomobil sizə bu hissləri yaşadır. Sırf bunu yaşamaq üçün bu avtomobilə diqqət yetirmək, bir dəfə test drive edib, sonra gəlib onu özünüz üçün almaq kifayətdir. Son illər ərzində Maserati bir çox dəyişikliklər edib və bunların arasında ən çox gözə çarpan odur ki, artıq Ferrari mühərriklərindən istifadə olunmur. Maserati artıq öz mühərriklərini özü istehsal edir və seçim olduqca müxtəlifdir. Əlbəttə, burada həm mənfi, həm müsbət tərəflər var. Mənfi tərəfləri odur ki, Maserati və Ferrari əməkdaşlığı bir tarix idi. Ferrari mühərrikləri özünə məxsus bir ruh daşıyırdı. Ferrari mühərrikləri öz səsləri ilə fərqlənirdi. Amma müsbət tərəfi odur ki, və bunu mən öz təcrübəmdən sizinlə paylaşmaq istəyirəm. Bu mühərriklər məncə daha dözümlü, daha uzun ömürlü və daha etibarlıdır. Ümumiyyətlə, dəyişikliklər sadəcə mühərrikdə bitməyib, həm təhlükəsizlik sistemləri, həm yeni texnologiyalar, ümumiyyətlə Maserati son illər ərzində öz ev tapşırığını çox yaxşı bir şəkildə görüb, çünki öz rəqiblərini analiz ediblər və başa düşüblər ki, onların konservativ yanaşmaları bugünkü bazarda rəqabət daşıya bilməyəcək və ona görə biz bu dəyişiklikləri, müsbət dəyişiklikləri interyerdə görə bilirik, istifadə olunan daha müasir yeni texnologiyalarda görürük, daha üstün təhlükəsizlik sistemlərində biz görə bilirik və bugün bazarın tələblərinə uyğun onlar bu avtomobilləri istehsal edir və məncə bu doğru istiqamətdə seçilən bir qərar sıralamasıdır. Grecale olduqca maraqlı və şəxsən bəyəndiyim bir avtomobildir və Grecale sıralamasında siz müxtəlif modellər arasında seçə bilərsiniz. GT modeli var, Modena var, istəsəniz tam elektrikli olanı var və bu sıralamada qiymət cəhətdən olduqca münasib təkliflər də mövcuddur. Və siz ən əsası bir tarix, bir irs və İtalyan ruhunu daşıyan bir avtomobil əldə etmiş olursunuz. Trofeo bu sıralamada ən bahalı
ən güclü, ən çox səs çıxardan, ən çox yanacaq istifadə edən, ən olan modeldir. Amma bir şey də vurğulamaq istəyirəm. Bizdə avtomobil seçimində biz çox maraqlı yanaşırıq buna. Bir çoxlarından fərqli olaraq. Sanki biz avtomobili özümüz üçün yox, bizdən sonraki sahibi üçün seçirik. Model olsun, rəng seçimi əsas olsun. Biz alanda fikirləşirik ki, mən onu necə satacağam, kimə satacağam. Yəni, biz sanki avtomobili özümüz üçün almırıq. Özümüz ondan həzz almaq istəmirik. Əlbəttə ki, mənim yanaşmam tamamilə başqadır. Mənim avtomobillərimi görsəniz, həm heç kimin cəsarət etmədiyi modellər mən alıram və almışam. Heç kimin cəsarət etmədiyi rəqəmlər alıram. Buna görə mənim yanaşmam fərqlidir. Mən avtomobili özüm üçün alıram, özüm ondan həzz almaq üçün alıram. Amma eyni zamanda hardasa mən burada bir məntiq də görürəm. Çünki insan istər-istəməz onu satanda, avtomobilini satanda itirəcəyi pulu da fikirləşir və bu təbiidir. Amma elə bir şey də var ki, və mən şəxsən bundan 2013 ya 14-də yararlanmışam. Bir çox markalar bəzən çox maraqlı kampaniyalar elan edirlər və mən bundan yararlananda mən o zaman özüm üçün orta sinif bir sedan axtarırdım gündəlik istifadə üçün, işə gedib gəlmək üçün. Rahat bir avtomobil seçirdim və əsas Mercedes, BMW və Audi arasında mən seçim etməyi düşünürdüm. Amma sonra qarşıma bir reklam çıxdı. Jaguar o vaxtları bir kampaniya elan etdi ki, yeni Jaguar alana 3 ya 4 il ərzində bütün servis xərcləri tamamilə ödənişsiz. Yəni, yağ dəyişmə, filtrlar, bütün nə xərclər varsa tamamilə ödənişsizdir. Və sırf buna görə mən getdim Jaguar salonuna. Çünki Jaguar açığı heç ağlımdan keçmirdi. Getdim, XF modelini mən bəyəndim və aldım. Və o zamanlar mən Gürcüstanda yaşayırdım, orada iş görürdüm. Və baxmayaraq ki, avtomobili mən Azərbaycanda əldə etmişəm, mən bu kampaniyadan Gürcüstanda yararlanıb, orada bütün servis vaxtında avtomobilə edilirdi və bir qəpik ödəniş məndən alınmırdı. Və beləliklə mən 3 ya 4 il ərzində olduqca böyük bir məbləğ qənaət etmiş oldum. Hal-hazırda eyni təklifi Maserati şirkəti təqdim edir. İlin sonuna qədər siz Maserati əldə etsəniz, 3 il ərzində avtomobilə görüləcək bütün servis xidmətləri tamamilə ödənişsizdir. Və mən bunu hesabladım. Bu təxmini hardasa 4000 manata yaxın olan bir məbləğdir. Bundan əlavə, eyni zamanda, eyni kampaniya çərçivəsində əlavə 1 il zəmanət də hədiyyə olunacaq. Hal-hazırda siz Maserati əldə edəndə sizə rəsmi 3 il zəmanət təklif olunur və bütün markalarda olduğu kimi bu zəmanət bitdikdə siz əlavə ödənişlə əlavə zəmanət əldə edə bilirsiniz və Maserati də bu əlavə zəmanət 1 ilinə 2000 avrodur, o da 4000 manata yaxındır və əgər siz bu ilin sonuna qədər Maserati əldə etsəniz, siz artıq servis xidmətləri ilə və əlavə 1 il zəmanətlə 8000 manata yaxın bir qənaət etmiş olursunuz. Ona görə siz gələcəkdə bu avtomobili satanda bu kimi kampaniyaları da, istər Maserati'də olsun, istər digər avtomobillərdə olsun, bu kampaniyaları araşdırın və mütləq faydalanın. Son bir neçə ay ərzində mən Grecale'nin
Trofeo və GT modellərini idarə etmişəm. Trofeo bu modeldir və GT bu sıralamada ən sadə və standart olan modeldir. Və sizinlə öz fikrimi bölüşüm bu haqda. Gündəlik istifadə üçün. Əgər siz bu avtomobili şəhərdə idarə etmək istəyirsinizsə, əgər siz sürət həvəskarı deyilsinizsə, GT ya Modena modelləri sizin üçün ideal bir seçim olar. Əgər siz mənim kimi bu hisslərin arxasıca gedirsinizsə, əgər sizin üçün avtomobilin mühərriyin səsi sizdə müəyyən hisslər oyadırsa, əgər siz sürət həvəskarısınızsa, əgər sizin imkanınız var ki, siz həftə sonları mənim Südlü kəndinə getdiyim kimi gedib orada avtomobilin tam potensialını yaşamaq imkanınız varsa, onda əlbəttə ki, Trofeo. Amma GT və Modena modelləri sizin gündəlik bütün tələblərinizi ödəyəcək. Həm də, və bu da çox vacib bir məsələdir, GT və Modena daha yumuşaq və daha rahatdır. Siz özünüzü çox rahat hiss edəcəksiniz və yanacaq sərfiyyatı da çox yaxşıdır. Mən istifadə etdim və ortalama mən şəhər kənarında yaşadığıma görə məndə göstəricilər həm şəhər içi, həm şəhər kənarda olan göstəricilərdir və ortalama hardasa 10 litr istifadə göstərdik ki, məncə Maserati kimi bir avtomobil üçün, həm də ki, ailə crossoveri üçün çox yaxşı bir göstəricidir. Sündü kəndində etdiyimiz çəkiliş möhtəşəm, adrenalin dolu anlarla yadda qalıb və videonun sonunda görəcəksiniz. Orada bir ev gördüm. Həyəti açıq idi. Maraqlı mənə gəldi və mən evin sahibindən icazə aldım ki, olar sizin evi də çəkək və icazə verdilər. Və həmin evdə çox gözəl sürprizlərlə biz qarşılaşdıq və onu da videonun sonunda mütləq izləməyinizi tövsiyə edirəm. Və onu da əlavə etmək istəyirəm ki, bu çox vacib bir məsələdir. Bizim bütün çəkilişlərimiz, gördüyünüz bütün sürət çəkilişləri tamamilə təhlükəsiz şəraitdə, nəzarət və idarə olunan yollarda həyata keçirilib. Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ona görə bu sürüşü təkrarlamağa cəhd etməyin. Hər zaman yadda saxlayın ki, yolda sizin və başqa sürücülərin təhlükəsizliyi birinci prioritet olmalıdır. Yekun olaraq isə bir şey deməyəcəm, sadəcə bir daha bunu edəcəm. Bu qədər. Növbəti videoda görüşənədək.
Müzik